Vətəndaş məmnunluğu dövlət qurumlarının və xidmətlərin vətəndaşların ehtiyac və gözləntilərinə uyğun şəkildə fəaliyyət göstərməsi ilə bağlıdır. Bu məqsədlə şəffaflıq, operativlik və vətəndaşyönümlü yanaşmalar ön planda tutulmalıdır. Məmnun vətəndaş daha aktiv, iştirakçı və məsuliyyətli olur. Ağcabədidə də vətəndaş məmnunluğunun təmin edilməsi əsas vəzifələrdən biridir. Hər həftə yerlərdə keçirilən səyyar qəbullar buna bir misaldır. Növbəti qəbul dekabrın 3-də Boyat kəndində keçirilib. Əvvəlcə Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov çıxış edərək ölkədə və rayonda son illərdə görülən işlərdən danışıb, səyyar qəbulların vətəndaşların müraciətlərinin yerində öyrənilməsi baxımından əhəmiyyətini vurğulayıb. Daha sonra kənd sakinlərinin müraciətləri dinlənilib. Sakinlər məktəbdə istiliyin olmaması, kənd yollarının işıqlandırılması, içməli su təchizatında yaşanan çətinliklər, məşğulluq məsələləri, uşaqlar üçün futbol meydançası yaratmaq üçün yer ayrılması və digər sosial məişət məsələləri ilə bağlı problem və çətinliklərini diqqətə çatdıraraq köməklik göstərilməsini xahiş ediblər. Qaldırılan bütün məsələlər diqqətlə dinlənilib, aidiyyəti qurumlara tapşırıqlar və tövsiyələr verilib, bəzi məsələlər isə nəzarətə götürülüb. Məhsəti Musa, Kənan İsayev, Aran Ağcabədi internet televiziyası üçün.